Azərbaycanın nüfuz və reytingi ilə seçilən Bakı Dövlət Universitetinin zəngin tarix və ənənələri özündə qoruyub saxlayan 104 yaşlı Mexanika Riyaziyyat Fakültəsinin təməli Fizika Riyaziyyat Fakültəsinin bazası əsasında qoyulmuşdur. 1920-ci il iyun ayının 9-da Xalq Maarif Komissarlığı Universitetə Təbiət şöbəsini və onun nəzdində Fizika Riyaziyyat Fakültəsinin hazırlanması haqqında dekret layihəni qəbul edib, Azərbaycan İnqilab Komitəsinin təsdiqinə verdi və bu həmin şöbə üzrə 3-cü fakültə idi. Fizika Riyaziyyat Fakültəsi 1920-21-ci tədris ilində ilk addımlarını ataraq fəaliyyətə başlamışdır. 1921-ci ildə Fizika Riyaziyyat Fakültəsinin Riyaziyyat şöbəsi yaradıldı. Bu isə həm təhsilin, həm də fakültənin inkişaf həyatında uğura gedən yolda mühüm addım idi. 71 tələbənin qəbulu ilə başlayan bu qocaman fakültənin hazırda 2000-ə yaxın bakalavr, magistr və doktorantı var. Hazırda fakültə dekanı Ziyadxan Əliyevdir. Ümumi fakültə strukturunu nəzərə yetirsək, 3 dekan müavini, elmi işlər üzrə dekan müavini Şirmayıl Bağırov, tədris işləri üzrə dekan müavini Alı Əliyev, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Etibar Əhmədov, 8 nəfər tədris köməkçi heyəti, 9 kafedra, 3 tədris laboratoriyası ilə birlikdə 100-ə yaxın müəllim professor heyətinin olduğunu görərik. Fakültədə riyazi analiz, funksional analiz, diferensial tənlik, həndəsə, cəbr və topologiya, hesablama riyaziyyatı, optimal proseslərin riyazi nəzəriyyəsi, deformasiya olunan bərk cisim mexanikası, maye, qaz və plazma mexanikası, riyaziyyatın tədrisi metodologiyası və metodikası olmaqla 10 ixtisaslaşma istiqaməti mövcuddur. 1960-cı illərdə Məcid Rəsulov və Qoşqar Əhmədovun, 1961-ci ildə Yəhya Məmmədovun və başqalarının namizədlik dissertasiyasını müdafiə etmələri riyaziyyat və mexanika elmlərinin uğurlu gələcəyindən xəbər verirdi. Fakültədə tədris və elmi tədqiqat sahələrinin inkişafı rolunda professor-müəllim heyəti, icmal dərslər, elmi seminarlar, açıq dərslər təşkil edir. Elm və təhsil sahəsində beynəlmiləşmənin xüsusi əhəmiyyət kəsb etdiyi müasir zamanda beynəlxalq əlaqələr fakültənin inkişafının əsas göstəricilərindən hesab olunur. Mexanika Riyaziyyat Fakültəsi sosial fəaliyyətlərində peşəkar, istedadlı gənclərin universal inkişaf etməsini stimullaşdırmaq, təhsil, sosial sahələrdə maraqlarını təmin etmək məqsədi ilə asudə vaxtın səmərəli istifadəsinin təşkilinə xüsusi yer verir.